Esselamu Aleyküm. Allah'ın izniyle Qəbələdə yerləşən villanın fasadını tamamladıq. Buradakı fəaliyyətimiz binanı daş yunu, buxar əleyhinə membran ilə izolyasiya edilməsi, pəncərə yamaclarına korkasa yıxılaraq kənarları nəm və kif əleyhinə membran ilə izolyasiya edilməsi, alüminium altyapı üzərindən keramogranit daşların yığılması, lesa xidməti və bəzi süni qabaritlərin tumbaların yığılması üçün qaynaq işlərindən ibarət idi. Binadakı bütün künclə birləşmələr 45 dərəcə kəsim ilə işlənmişdir. Binadakı fasad ölçülərimiz təqribən 450 kvadrat metr və 800 pagon metrdən ibarətdir. Bu binanın ön hissəsidir. Tavanlarımız keramogranit daşlardan yığılıb. Atkozlar hamısı 45 dərəcə kəsimlə işlənib. Bu tumbalar burada yox idi. Dəmir profillərlə bunlar yığıldı. Üzərisinə alüminium konstruksiya yığılaraq süni şəkildə tumbalar yığıldı burada. Həmçinin oradakı tumba da yox idi. Bu da həmçinin eyni üsulla işləndi. Sizlər də tikililərinizin fasadının daş yunu və membran ilə izolyasiya edilərək keramogranit daşlarla üzlənməsini istəyirsinizsə, peşəkar ustalarımız və fasad mütəxəssislərimiz ilə birlikdə xidmətinizdəyik.